Bayaqdan burada Tanani seçirdim. Uşaqlar mən həmişə kimlərə gilə gəldim və Tananilərin rəngi yox idi. 2 dənə rəngi qalmışdı, amma birinin nəsə üzümə uyğun kimi oldu da. Arifat mənə elə qəribə baxdı ki, bu dəldə öz-özünə niyə video çəkib danışır. Nəysə, görüm necə olacaq, yoxlayacağım. Nəyə girifdə? O qədər qəribədir. Çox qorxuludur, qəribə yazılar var. Hamı ürək sözləri tökülür bura. Salam uşaqlar, Dəniz Moldan salamlar. Uşaqlar, sizə indi dünyanın ən şirin ruşqalarını göstərəcəm. Buna baxın. Belədir, hə? Şokdayım, o qədər qəşəngdilər. Buna baxın. Bir də buna baxın. Bəli uşaqlar, kombinem bu şəkildədir. Sizə demədim, kargolarımı götürmüşdüm, zakazlarımı. Bu ikisini kombinlədim belə. Bu soyuqdan qaçmaq üçünsə 2 bilet almalıyam. Sağ olun. Universitetdəyim. Uşaqlar, universitetdən çıxdım. Gedirəm nənəgilə. Çatdım. Salam. Deməli, dərsdən çıxmışam. Dəniz Moldayam. Daha geniş formatta bakma. Bütün daha çok imkan. Кто достанет твою любимую игрушку и начнет... Sağ olun. Uşaqlar, heç kim eşitmir. Uşaqlar, bir şeyə fikir verdim ki, mən həyatımdakı tək problem adadlıya, yəni bütün agresiv, depresiv olmağın səbəbi yəni budur. Yəni, ada başlayandan 3 gündə başlayıb, amma həyat kalite minimumdadır. We just had to follow the advice of Henry Higgins and my... Yəni, həyatım nənəgil, ada və dostlardan qırağa çıxmır. Dəqiqətən çox pisdir, çox maraqsızdır. Həmişə kimi gəldim nənəgilə və nənənin bu dəfə xəbəri yoxdur ki, mən onlara gəlmişəm. Moldaydım, 1%im qalmışdı. Taksidə çağırmalıydım. Tamam qalıb çıxdım. Şükür çata bildim. Və uşaqlar qapıda qalmışam, çünki bu işləmir. Yığa bilmirəm ki, qapını açsınlar. Neyiniyim mən? Uşaqlar, yenə dünyanın qorxulu liftindəyəm. Zərskam sönmüşdü, artıq gedirəm universitetə. Dinlettim boynum bükük şarkılar, seslenmem susarım anılarım hatırına. Uşaqlar, dırnaqlarımı düzəltdim, necədir? Salam, bugün Samayla görüşmüşüm. Pəncərə qıraqlıdır deyənə uşaqlar çox şey görünür. Uşaqlar, yeməklərimiz gəldi, mənə görsənlər. Uşaqlar, burada həqiqətən heç kim yoxdur. Elə bir bağlatmışam buranı Samay üçün. Maşallah, maşallah. Yox, flaşla. Boy verək. Flaşsızdır. Bir dəqiqə. Deyəm dəqiqə təzən. Prosta bir insan niyə restoranda belə eləsin ki? Başla, tamam. Çox abırsız Sami. Başlayırsan. Davay da. Sən başla. 3, 2, 1. Maşallah, maşallah. Nasılsa? 3 gibi. Şuruma yaxşı. Ha, yaxşı baxan demə. Nə oldu? Peki, sən çox sevirəm. Sağ ol. Çox pisdirsən. Sağ ol. Geçen şekerimi çeksem de seni seveceğim. Gözüm kırıldı. Mən ama sənin qarşı olan sevgimi təmənnasızdır, bilirsin. İşte bir... Götür oradan şəkillərimi çəkərsən. Yaxşı. Aşıq oluram da bu qıza mən. Videodur. Ay, şəkil istəyirəm. Səmaya deyirəm, bəs çox panyatkası adam kimi görünürəm mənə qıraqdan. Deyir ki, hə, yaxından da. Nəysə. Deyir ki, prosto bilirəm ki, yaxşı insansan. Yəni, nəyə əsəsən yoxdur, səbəbi yoxdur. Prosto bilir ki, eləyəm, ona görə. Ona görə susuram. Susur. Şu anda deməli çiftlik yiyəcək. Görək necədir. Çox xoşbəxtəm. Yaxşı. Göstərək. Səbiyyəm bu dəqiqə. Salam. Evet, hayır test edirik. Deməli, eski sevgilimlə, köhnə sevgilimlə Azərbaycanca tərcümə edib danışdım. Sonra mənə başlayır, niyə türk dili olursunuz? Köhnə sevgilimlə dost qala bilərəm. Olaram. Bez problem. Mən qala bilmərəm, yox. Mən qalaram. Bir oğlan ya da bir qadının... Əslində baxır necə qutarmağına. Mədəni qutarmışansın, niyə də qalmıyor? Yox. Əgər mədəni olsaydı qutarmazdı istəməm. Bir oğlan... Bir oğlanla qızın dostluğun sadəcə dost ola biləcəyinə inanırsan.
Mən hə. Yox, inanmıram olanlara. Fərqli dinə inancı olan biri ilə, fərqli dinə inancı olan biri ilə sevgili olarsan, hə? Yox. Nə? Yox. Necə? Allah səni kahretsin, necə iyrənc bir Yox, insansan. müsəlman olmalıdır. Nə Gitsən, çox belə bomba da müsəlmansan. Nə əlaqəsi var sənə, delisən sən? Mən olmaram. Hörmət eləyirəm, hörmətlə yanaşıram. Yəni dostum olar, amma ki münasibət yox. Səbəb nə deyir? Çox qəribə baxıram sən kimi insanlara. Yox, din sizin həyatınızda nə kimi bir rol oynayacaq bəyəm? Səhərlər əsəbi oyanaram, hə? Yox. Yeni tanış olduğum birinin maşınına minərəm. Heç Yox. vaxt. Çox qorxuram mən ondan. Sevgilim siqaret və içki kullana bilər, hə? Yox. Səndən kullansın, özürlər mənə də. Yox. Qəti. Əsəbləşəndə ağlayaram, hə? Uşaq qabağımdakı insan məni başa düşmürsə, özümü izah edə bilmirəmsə, hə, amma beləyəm. Beyaz yalanları problem eləmərəm, eləyərəm. Beyaz yalanda. Ən balaca yalan da, ən böyük yalan da ikisi də mənim üçün bərabərdir. Yalan yalandır, onun heç bir böyük balacası olmur. Mən problem eləmərəm. Əgər qabağımdakı insan yaxşılığı üçünsə və ya mənim yaxşılığım üçünsə, nə yalandır? Beyaz yalan okeydir mənim. Sevmədiyim insanlara Nə sus, mahnıya bax. bildim çox mənasız mahnıdır. Çox lütfən var, əylimi qalın geyim. Sevmədiyim insanlara Arada qarşı stəkanda çayı çox sevirəm. mən də sevmədiyim insanlara qarşı politik davranaram. Bəli. Mən yox. Belə yəni bildirərəm ki, sən məni necə sevmirsən. Mən heç kəs, kimi sevmədiyimi heç kəs tuta bilməz. Sən sevməyib və listə otura bilər. Sən çox tetikləndim ha. İndi mən nə bilim sən məndən fake dostsan, yoxsa nəsən. Sevgilim eyni zamanda ən yaxın dostum olmalıdır, düzdür. İnsanlardan tez soyuram, hə. Yox. Mən Baxır insanları kimdən, amma belə yox. ən yaxın dostum da olsa, ən balaca səhvində olsa heç vaxt mən sevər kimi ola bilməz. Soyumsan mı? Yox, sən mən sevməməm səni deyəsən. Mən soydum mən səndən biraz bayaq hərəkət edeyim. Amma məcburam da sən ulaşılması zor insanlar diqqətini çəkər, hə. Mən çox xoşum gəlir. Mən görmür. Çox İnsan cırıları, asansa ödəməyə nasıl var? Çətin olmalı. çox cırılan insan sevmirəm. Cırlan yoxsa çətin insandır. Hər adamla dost olmur, hər adamla xoş gəlmir. Sevgilimin ləhcə ilə danışmağından narahat olmaram. Baxır xaranın ləhcəsi. Hə, və Gözə yerinə bilmədiyim ləhcələr ola bilər. Mesajlarıma geç cavab veriləndə əsəbləşirəm, hə. Əgər ciddi işlə məşğuldursa yox. Deməli sevgilindən indi təzə suallar nədir? Nə olsa ayrılarsan yoxsa ayrılmazsan? Boyu 1.75-dən qısa. Belə baxın, bizim boyumuz da belə wow deyil. Mən yəni 1.70 də amma Yəni oğlan qısa. mən ona görə təbii ki ayrılmaram. Yəni həyatda da ola bilər. Bəlkə 1.75-dən qısa bir insan sevdim. Yəni ola bilər. 1.70 mi maksimum, amma çox qısa oğlan da. Yəni təbii ki istəmərəm də. Yəni kriterlərinizi deyən. İndir bəyənir. Ona görə Amma ki indi bir də ki həyatda da çox indirmişsə olsun. 1.90 Amma bir oğlan var. bir əlli oğlan boyu var, 1.60 var. Yəni ümumiyyətlə sevmər bilmirəm. Elə yox, 1.70-dən yuxarısı okeydir, amma 1.90 oğlan yanında özümü çox narahat hiss Mən də edirəm. çox narahat Evləndə də xoşbəxt olmam. Eksi ilə şəkilləri qalır. Yox təbii ki ayrılaram. Elə bir yaşamış kimi durursan. Yox, mən də ayrılaram. Yaxşı. Eksi ilə followlaşır. Sən də danışırsan, sən heç bir qızla followlaşmağına icazə vermərəm. O ki qaldı eksi ilə followlaşsan. Köhnə sevgilisini aldadıbdı. Onun başıma sevgili olmaram. Yəni ona görə ayrılmaram, amma ki fikir verərəm ki, əgər bunu aldadıbsa mənə də Yox, mən aldadacaq. ayrılaram. Mesajlara geç cavab verir. Sevdiyim insansa ayrılaram. Yəni bunun üstündə Ayrılaram. ayrılmağa da böyük dava çıxararam. Yox, O da mən ayrılmağa problem gelir. yoxdur. Çünki araşdıraram, soruşaram. Sən heç şeyini gətirsən maraqlı deyil. Yox. Niyə beləsən? Mən biraz toksik insanam. Dostlarımla olanda dəqiqədə səni yığır, zəng eləyir, bezdirir Xoşuma səni. gələr. Ay da, məslənirsən? Mən nifrət edirəm, mən rahatsızlıq istəyirəm, imkan ver həyatımı yaşayım da, nə istəyirsən məndən? Yox, mən Bu dəqiqə mən deyəsən, çox aqressivəm həyata qarşı, ona görə. Qız çevrəsi çox böyüdür. Yox. Ümumiyyətlə, mən həqiqətən toksik insan deyiləm. Ağzına elmədi. Məsələn, əgər mənim tanıdığım qızsa, mənim podruqamdırsa, qohumdursa, hə, okey, problem deyil. Yəni, maxırdan çıxmamışam.
Mən Amma çıxmışam. qız çevrəsi yox, çox şeydir, istəmirəm. Və həmişə o qız çevrəsinin içində həmişə onu sevən də olur, onu dolduran da olur, onun əvvəl sevdiyi də olur. Nə qədər toksiksən testi, tam bizə aid. Yoxlamadan az bilirik də, sən çox Problemi qarşımdakının həll eləməyini gözləmərəm. gözləmirəm, çünki özüm həll edirəm. Mən də özüm atdım ataram, amma istəyirəm ki, o düzəltsin. Nəysə, boş ver, sən bilərsən kimi tripli cavablar vermirəm. Mən işlədirəm bunları və hamı çox səhv başa düşür. Əslində mən heç vaxt trip atmıram. Mən Bu də. istəyirəm özün bilərsən, öz Səmaya bilən məsləhətdir. Səma deyir ki, görüşəri deyirəm ox. Amma yəni trip ya da qırmaq Hə, yəni, məqsədlə okey də demirəm, mən öyrəşmişəm ox yazmağa ona görə. Lazımda Səhvlərini üzünə vurarsan, vururam. mən də dəqiqə başım. Hər nə dava olsa bütün köhnə səhvlərini üzünə vururam. Yox, mən yox. Sən necə? Qaçılmayacaq. Qısqandırmağa çalışarsan, mən Yox, yox. heç vaxt. Mən sevmirəm belə şeylər. Elə şeylər mənim çox ucuz hərəkətlər Mən kimi çünki gəlir. mən özümü qısqananda soyuram. Ona görə mənlik deyil. Onu da eləsən də heç olmasa dozunda eləməlisən, yəni ağam çıxarmadan. Mən qıskama soyuram. Hadisələri böyüdərsən, uzadarsan. Mən də. Mən ümumiyyətcə, yəni sən hələ yaxşısan, mən ümumiyyətcə olan şeyləri bəlkə 1 milyon dəfə böyüdən adamam. Yox. Sən nə icazə almadan plan eləyə bilər, plan qura bilər. Hə. Niyə qura bilməsin? Öz Amma yəni həyatın. mənə deməlidir də sonra, qurandan sonra mənə deməlidir. Ay qız. Nə güzel. Səbəbsiz yerə şübhə duyarsan mən hə, çünki mən hər şeyi çox yaxşı hiss edirəm. Bu qədər videosu olur. Mən də tapda Uşaqlar bu qədər səviyyəli bir yerdə olan salfetkaya baxın. Keep your hands clean. yerləşmir. Uşaqlar bir dənə şey eləyəcəm. Makyajımı birazdan istəyəcəm. Görək nə qədər makyaj çıxır. Çünki bugün çox makyaj eləmişəm. Sadəcə gözümdən çıxan. Səma yarımı sildim. Mən fərq görmürəm. Normal deyil. Uşaqlar, mən insanım yoxsa başqasının üzünü daşıyırdım. Qəşəngdir. Uşaqlar sizə bir dənə sual. Bayaq makyajda da yaxşıydım, yoxsa indi makyaj pomadamı da sildim. Məncə belə. Belə çox qəşəng. Sən hər cür gözəlsən məncə. Sağ olun, biz gelirik. Mən bezdirdim. Mən səviyyəm, Allahım çox gedirlər. Sağlam. Uşaqlar, üzümdən yorğunluq axır, ölürəm. Salam, bugün dərsdəyik. Spagetti ilə bir şey düzəltməyə çalışırıq. Müəllimə 5 dəqiqəmiz qaldı. Nəysə, mən qulaq asmırlar. Давай, давай, давай. Bizimki belə alındı. Nəysə. Salam. Qaranlıqda indi məni görmürsünüz. Fidan mənə üçün sinemaya bağlatdırıb təkcə bizi. Gəlmişik şumarka baxmağa. Bu qədər. Uşaqlar, kino qurtardı. Məncə maraqlıydı, amma biraz başımız qarışdı. Çox şaşmadım axırda. Axırda isə biraz qəribə idi. Nəysə, bu qədər. Deməli, Papa John'sdayıq Fidanla. Çox xoşbəxtəm. Salam. Səhər yuxudan yerimdən duran kimi gedirəm Həsən bəy Zərtəbinə çünki dərsə görə. Salam. Qar yağır. Qar yağında deyəsən ilk dəfə də çölə çıxmışam. Salam. Mən yenə idmandayam. Deməli, məşqdə idim. В общем, Nazlı'nın bir dənə dostu var bacımın. Burada da Bakıdadır. Ona gedib Nazlı'nın dərmanlarını verməliydim. Bir də mama pul qoymuşdu, onu verməliydim ki, aparsın Nazlı'ya. Deməli, məşqdən çıxdım. Apardım, dərmanları verdim. Qayıtdım evə. Evə qayıtdım, mama dedi, bəs pul da verdin. Sən mən pul yadımdan çıxıb verməmişəm, qayıtmışam evə. Mama bir də göndərdi ki, get təzədən pulu ver. Gəldim təzədən onun olduğu yerə. Bir də gördüm bu dəfə də pul gətirməmişəm. Ümumiyyətlə sən məşqə gedəndə kaşloku götürüb qoymamışam sumkama. İndi bir də təzədən evə qayıtmalıyam, təzədən onu götürməliyəm, təzədən ora getməliyəm. Yaddaşım 0 dərəcəsindədir. Salam. Sabah Moçinin ad günüdür. Ona görə də bugün Moçi ilə takılırıq. Salam de. Salam de. Salam. Məşqdəyəm.
səhər tezdən, sonra dərsə gedəcəm. Ölürəm, artıq məşqim bitəbilir və evə gedib sumkamı qoyub dərsə qaçmalıyam. Salam! Deməli, bugün bəyimlə görüşmüşük, günlər, aylar, illər sonra. Deməli, Papa John's'daydıq. Ondan sonra getdik bəyimə ekran qoruyucu çəkdirdik. Deməli, 15 manat idi. İndirimlə 14 manata saldım. 14 manata çəkdim. Ondan sonra indi gəlmişik ənənəvi yerdə bütün üzümü qaçdım. Waffle yedik, həmişə kimi. Salam! Bugün gedirik Dayı 2 filminə və aktyor da gələcək. Orada baş rolda olan. Hoş geldiniz arkadaşlar. Aktyor gəl. Salam! Dərsdən çıxmışam, universitetdə gözləyirəm. Yemək almışam, pizza istəyirdim, yox idi, başqa şey aldım. İndi Cola Zero götürəcəm, çünki mən idman insanıyam. Xatirələr. Yerim əllərimizin yanına. Merhaba arkadaşlar, ben Ruhi Çenet, kanalıma hoş geldiniz. Bugün yasaklı bölgeye giriyoruz. Salam. Yaxşı. Qanda çək. Əziz izləyicilər, şeydir, deməli Ziya onu çəkməyimə icazə vermədi. Ona görə də bugün möhtəşəm bir vlog çəkəcəkdim, amma çəkə bilmədim. В общем, Ziyanı sizə tanıdım. Deməli, Ziya mənim yeganə oğlan dostumdur. Salam. İndi sizə kivili bubble tea-nin dadını deyəcəm və özüm də birinci dəfə içirəm. Məncə məsləhətli deyil. Xəsis izləyicilər dəqiq qərar verdim. Heç vaxt kivili götürməyin, heç vaxt. Salam! Səsim tutulub düzdürsən. Bugün gəlmişəm bəyimlə görüşməyə. Ancaq boğazım ağrıyır. Kəsəs. Bəyimin mənə elədiyinə baxın. Şaflar gül aldım mən qızı. Şolda yazdım. Həyatımda ən sevdiyim şey. Bildiyiniz kimi bəyim Londonda doğulubdu, orada yaşayır. Sadəcə iş görüşməsinə görə Bakıya gəlibdi qısa sürəliyə. Mənə gətirdi oyuncağa baxın. Mən bu süt üçün ölürəm. Özə mahnı da oxuyur. O biri və arılı rezin. Çox etkiləyici deyil həqiqətən. Bəyim də indi hədiyyəsini açacaq. Şeydir də moçində. Kar xala çox qəşəngdir. Mən də yeyərəm onu. Ay sənə yemək istədim. Moçşa ödül maması alıb da. Səs çox pis deyil. Çox gözəldir. Mən də yeyəcəm. Çox qəşəngdir həqiqətən. Qıza hədiyyə olmalı deyil. Mən 19 yaşım oldu. Mənə bir bunu almışsın. Yeşil kadın Şabiyə sana. İçində pulaqları elədi. Ona məktub da yazmışdım. Nə olacaq sən? Yox, şeyin içindədir. Neyin içində? No. Yox. Paketin içində. Paket mi? Bunun içində. Ay ağlı neşri. Ay ağlı çok şirin. Ay kız ölür ha. Sen bu kadar, niye bu kadar romantiksen? Dəqiqə. Bakı yoxsa London? Tabii ki London can. Çıxaq sən doğmadı. Değil o değil. Torbalarını vermişim. Yaxşı. Bəs Londonda ən sevdiyin yerlər hansıdır? Bir dəqiqə zəhmət olmasın. Oh, wow! Orası neresi? Açıklar mısın? Ne varsa hiçbir yer bilmem. Ne olur bırak. Ne olur ki de olup böyle yanında. Hə, tamam. Bəs sən orada məktəbdə oxuyanda, oxudun axı məktəbi. Sonra gəlib bir il Azərbaycanda oxudun axı məktəbi. Sən də necə çətinliklər çəkdin? Çəkdim nə gibi. Adaptasiya olma müddəti çox çətindir məncə. Oradakı Deyilənə məktəb görə qaydalar. Azərbaycan dilini çox çətin öyrənmisən. Çox. Danışa bilmirsən hətta rahat. Biraz. Ya. Başa düşün. Yaxşı, bəs universitet üçün niyə başqa ölkə yox, öz vətənini Londonu təzədən tərcih elədin? Ay dönürəm. Aha. Düşündüm ki, tam cümlələri qura bilmirəm. Çünki çətin danışıram. Speaking of. Yeah. Are you a table? I'm a table. Ay dönürəm. Nerede kalırsınız orada? Big Ben'in qabağında qalıram. Bence onun içinde kalırsın. Siz zırh Londonlusunuz da, ana da ata da, hə? Mənim ama. Salam. Səsim ya düzəlməyibdi. Bugün Əsra ilə poddayım. Salam. Bugün
gün İsmail Xalamoğlu gedir Almaniyaya. Artıq Bakıya bir daha qayıtmayacaq. Və səhər gecə 3 falandır. Biz aeroporta gedirik onu yola salmağa. Bu Əjdərdir, bu Nəcmidir qardaşım, bu da Əlidir, amma İsmail burada yoxdur. İsmail müəllim oradadır qardaşı ilə. Qardaşı ilə dediyim ikisi də Xalamoğludur. Sizə gülməli şeylər danışacağım. Nənəm qayıdıb məni görüb belə deyir. Sən də Maksan? Deyirəm, Mak nədir? Deyirəm, müasir Azərbaycan gənc. Ölmüşəm də. Sonra da mən bizdən bir kofeyə tökümdü. Nənəm dedi, almışıq belə. Nənəm belə deyir, gəlin gedək, elə bilərlər biz təkmişik. Ne kadar Dəqiqədə danışdığı birinə o qədər bağlanıb ki, gelin bir daha 10 marağımız saat da aşırı. ondan ses atır bir-birinə. Və həmin biri oğlandı. Kocadı bu. Yox, Hələ aa, onu bir çox dəfə maraqlı çək- bir dənə video çəkirik. Deməli, sizcə 5 il sonra kim orada olacaq? Başda 5 yıl sonra Allah. diyorsan. Ha, Azerbaycan'da. Məndən başla. Çəkmir. Məni qoysan YouTube report atacam. Həqiqi deyirəm. Özün neçə nəfərdə basın. burada anlaşma kurarkən, ama burada yola salarkən Necmi'nin gelip yenə tıxması peki. Yaxşıdan meçdə elə birinə vurursun. Kim qaldı? Siz sonradan